Həmçinin hər yerdə hər şey eşitmək Allaha məxsusdur. Yəni məsəl üçün biri, məsələn filan kəsi hansısa bir övliyanı, biz onların övliya olmağında ixtilaf eləmirik, onlar övliya olublar. Lakin onları çağırmaq olar mı, olmazmı? Əgər onlar eşidirlərsə, məsəl üçün biri Türkiyədə çağırır, məsələn biri Azərbaycanda, biri məsələn Kitayda, məsələn biri məsələn Amerikada və s. okean tərəfində. Hər çağıran etiqad edir ki, bu onu eşidir də, eşidir deyə çağırır. Yəni Allaha olan sifətləri verir. Bu etiqad edir ki, Allah bu eşidir hər yerdə. Onda demək istəyirlər ki, həmin o qəbirdəki övliya Kitayda da eşidir, Amerikada da, Azərbaycanda, Türkiyədə. Bu sifətə layiq olan tək Allahdır. Bəli. Aydındır? Bu sifətə layiq olan tək Allahdır. Allahın layiq olduğu hər yerdə eşidib görmək sifəti kimə verdilər? Allahdan qeyrilərinə. Və bununla nə edilər? Allah təala şərik qoşdular. Ona görə Allah təala buyurur ki: "Və izə səələkə ibadi anni fe inni qarib." Qulların mənə soruşsalar səndən, mən onlara yaxınam. Demədi ki, denən mən onlara yaxınam. Sən denən. Vasitə qoşmadı. Amma səndən filan şey haqqında soruşacaqlar, de. Səndən filan şey haqqında soruşacaqlar, de. Hətta Muhammed belə olsa, sallallahu əleyhi və səlləm vasitə qoşmaq olmaz. Əbədən. Peyğəmbər sallallahu əleyhi və səlləmi sahabelər vasitə qoşublar sağlığında. Peyğəmbər sallallahu əleyhi və səlləm sağ idi. Gəldilər dedilər ki, ey Allahın Rəsulu, yağış yağdır. Ya daha doğrusu Allaha, estağfurullah, Allaha denən ki, yağış yağdırsın. Allaha dua et ki, yağış yağsın. Peyğəmbər sənin qaldırıb dua edir minbərdəykən və yağış yağır. Sonra yağış çox yağdığından gəldilər ki, Rasulullah, bəs bitkilər tələf oldu, mallar tələf oldu. Dua Allah yağışı kəssin. Allah təala yağışı kəsdi. Peyğəmbər sallallahu əleyhi və səlləm öləndən sonra heç bir sahabedən varid olmayıb ki, onlar gedibsinlər ki, ya Rasulullah qəbrinə, denən yenə yağış yağsın. Əksinə varid olub ki, onlar gedərlər sahabələrin yanına. Məsələn, əmisi Abbas varid olub. Gedərlər əmisi Abbasın yanına ki, ey Abbas, biz yağış, quraqlıq olanda, yağış istəyəndə Allah Rasulunun yanına gedərdik. Artıq o ölüb. Dünyasını dəyişib, qəbrini tanıyırdılar. Lazım olsa da gedib vasitə qoşardılar. Dedilər, indi sən dua elə, Allah Teala sənin duanla bizə yağış indirsin. Həmçinin körün hədisi. Kör gəlir deyir ki, gözüm, dua ilə gözüm açılsın. Peyğəmbər sallallahu dua eləyir, açılır gözü. Birinci, Peyğəmbər sallallahu sağ idi. O gəldi, sağ ikən vasitə qoşdu ona. Qəbrinə getmədi. Ondan sonra bütün körlər gedib onda Peyğəmbərin qəbrinə deyərlər ki, ya Rasulullah, denən gözümüz açılsın. İkinci dəlil budur ki, əgər onlar deyirlərsə ki, vasitə qoşmaq olar, hətta evdən də oturub, onda qoca körün gəlməyi boş idi oraya, evdən deyərdi də. Bəli. Peyğəmbər sallallahu madam ki, belə də şəfaətçi olur. Yəni ölü ikən ola bilirsə uzaqdan uzağa, diri ikən daha layiqdir ki. Bunlar hamısı ağlın, məntiqin, fəsadlarıdır ki, hansı ki, onunla insanların... Yəni bu əməlləri o bayaq əvvəldə söylədiyiniz kimi digər peyğəmbərlərin qövmləri də edir. Məsələn, Nuh əleyhissalamın qövmündə Nəsri, Yağub və sair adları çəkir Allah təala. Onların bu cür insanlar var, bütləri var idi ki, onlar da salih insanlar olmuşdur. Bəli. Şeytan sonradan vəsvəsə edib onların bütlərini, heykəllərini düzəltmişdir. İnsanlar onlar vasitəsilə Allaha yaxınlaşdırırlar. Lakin Allah subhanahu wa taala Nuh əleyhissalamı göndərir ki, onları nə etsin? Çəkindirsin ondan. Bəli. Onların la ilahe illallah elə demək deyil. Bəli.